Vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizin üçün bir dənə 2 mərtəbə ev tapmışam. Bu evin üstünləri saymaqla bitmir. Bax, məhəlləsi enlidir. Maşını burada saxlaya bilirsən. Mərtəbə arası beton monolitdir, kürsülüdür, qoşadaşdır, qubcalıdır. Ən əsas bir siz nədir? Qiymət, çox əla bir qiymətdir. Və gəlib deyir qardaş, mən 2 mərtəbə istəyirəm, amma ətrafı olmasın da, yəni bir dənə 2 mərtəbə olsun, həyətimi kimsə görməsin. Bax, o ev bu evdir. Ətrafda 2 mərtəbə yoxdur. Tək bir ədəd budur, 2 mərtəbə. Həyətini kimsə görmür. Deməli daxil oluruq. Belə qəşəng səliqəli bir həyəti var. Mərtəbə arası monolit, kürsülü, qoşadaş, paket, kubca, tam təmir. Bir dənə burada pilləkən qalır, onda yığılacaq. Geniş bir qonaq otağı var. İri bir qonaq otağı var. Girmə, yer təzə laqlanıb. Çək, bəs eləyir. Mətbəx və pəncərələrin, bütün pəncərələrin qarşısı açıqdır. Heç bir pəncərə divara baxmır. Birinci mərtəbədə sanuzel və qeyd edim ki, bu hissələr istipoldur. Qalxaq ikinci mərtəbəyə. Saxla videonu. İkinci mərtəbəyə qalxırıq. Burada eyvandır. Eyvanın perillası yığılmır. Qorxuram bura çıxmağa. Düşərəm, ölərəm, qalarsınız mənsiz. Və gün çıxandan gün batana qədər bu evə gün vurur. Qiymət çox əla bir qiymətdir. Otaqların genişliyinə bax. Bu bir otaq. 3 dənə yataq otağı var. Hamısının pəncərəsinin qarşısı açıqdır və təmir əladır. Qiymət nədir? Söhbəti çox uzatmağın adı yoxdur. 85.000 manat. Buna da 82-ci mərtəbədə var. 85.000 manat. Real alıcıya evə baxandan sonra indirim olacaq. Dəyərli izləyicilər, sizin də eviniz varsa, satmaq istəyirsə bizə müraciət edə bilərsiniz. Vaxtları bizə düşsün. Çox sağ olun.